Salam əziz şagirdlər. Bugün ayın 19-u, aprel ayının 19-u olan imtahanın testlərini müzakirə edəcəyik. İlk sual 7-ci sualdan başlayırıq. Deməli, shall let verib bizə. Let özündən sonra to-suz feil işlənir. Ona görə B variantı çıxar. Zamana görə dəyişməz həmin qrup feil, birinci qrup feildir. Ondan sonra gələn feillər zamana görə dəyişməz. Y, C və A variantı çıxar. Düzgün variant D variantıdır. Və baxırıq 8-ci suala. Our head chef has created this dish today verib bizə. Passive voice-dur. Cümlədə passive voice-u tapmamız üçün feildən sonraki gələn tamamlamamız bizim mübtəda vəzifəsində olur. This dish bizim mübtədamızdır və cümləyə baxırıq ki, cümlə indiki bitmiş zamanda da has var. Yəni ya onu biz has been ya da have been ilə qaytarmalıyıq. Dish də təkdə olduğuna görə has been ilə qaytararıq. Create-dəki created ilə yazılır. Yəni düzgün variant A variantıdır. 9-cu suala baxırıq. To-lu feil verib bizə boşluqdan sonra. To-lu feil veribsə A gedər. Could özündən sonra to-lu işlənməz, must işlənməz, should işlənməz. Qalar yerdə B ilə D. You ilə də has işlənmədiyinə görə have işlənər. Ona görə düzgün variant D variantıdır. Və 10-cu suala baxırıq. 10-cu sualda burada while verilib. While verilib. While verilibsə davam edici zaman olmalıdır. Ondan əvvələ baxırıq ki, keçmiş zaman var. Became. Became-lə keçmiş zaman olduğuna görə keçmiş davam edici zaman uzlaşar. Yəni düzgün variant D variantıdır. 11-ci sualda cümlə qurmaqdır. Deməli, the students are translated. Deməli, baxırıq ki, xəbərimizə baxsaq, are translated-dir. Tərcümə olunur nə? New articles götürə bilərik. Yəni 5-i. 5-2 birlikdə verilsə, ya A variantı ola bilər, ya B variantı. Sonra baxırıq ki, by the students birləşik işlənməlidir. 1-4 ola bilməz. 4-1 elə düzgün variant B variantıdır. Deməli, new articles are translated by the student at the lesson twice a week. 12-ci suala baxırıq. She had passed her final exam. Deməli, was happy verib bizə. Ümumiyyətlə, happy verilirsə, burada biz çünkini daha çox işlədə bilərik. Xoşbəxtdir çünki. Qəmgindir çünki belə verilə bilər. Ümumiyyətlə, olsa onu çıxarıq. İkisi də eyni variantdır. Yəni, ikisi də eyni mənadır. Or nə isə ayırır bir-birindən. Yoxdur bir ayrılacaq bir şey. Bat da ki, ziddiyyət bildirir. Ziddiyyət bildirən bir şey də yoxdur. Və ona görə B variantı doğru variantdır. Burada deyir ki, o deyir xoşbəxtdir çünki sonuncu imtahanını uğurla keçdi. Deməli, 13-cü sualda sona baxırıq ki, to preposition verib bizə. Preposition veribsə bizə, deməli, biz onu who-dan işlədə bilərik. Çünki who özündən, yəni veriləndə cümlədə sonda mütləq söz önü ola bilir. Yəni, düzgün variant burada C variantıdır. 14-cü suala baxırıq. Quickest animal, EST şəkilçisi, üstünlük dərəcəsinin şəkilçisidir. In the world da birləşmədir. Ona görə düzgün variant C variantıdır. Üstünlük dərəcəsi, yəni Z artiklan işlənir. 15-də show göstərmək, scold da anlamaq, share paylaşmaqdır. Show, məsələn, biz deməli, divide something between two, 1B, 2-yə danlamaqdır C, angrily. 3-ədəki share, 1B, 2C, 3A. 1B, 2C, 3A. Yəni düzgün variant Y variantıdır. I want to know. Want to know zət işlənməz. A variantı gedər. Cümlə quruluşu sual cümləsi şəklində olmaz. B variantı gedər. B-ni burada işarələmişdim. Sonra has the meeting D variantı da gedər. When the meeting has, when-lə has işlənə bilməz. Y variantı da gedər. Düzgün variant burada C variantıdır. 17-ci sualda flowers cəm isim olduğuna görə biz burada cəm isimlə işlənən kəmiyyət bildirən sözü götürməliyik. Sayılan isimlə a few götürə bilərik. Much sayılmayan isimlə işlənir. A lot-dakı feillərlə işləndiyinə görə 1 ilə 3 B variantı doğrudur. 18-ci sualda nouns soruşur, isimləri soruşur bizdən. Picture şəkil, culture da mədəniyyət, elə A variantı doğrudur. Və baxırıq 19-cu suala. Nick is always ready to help verib bizə. Yəni, kömək etməyə hazırdır. O, generous, səxavətli. Kind-dakı əli açıq. Kind da mehriban deməkdir. 1 ilə 4, yəni A variantı doğrudur. There was a storm at night verərik biz. Night-dan həmişə at işlənir. Ona görə B, C, D gedər. Və dəqiq olmayan vaxtlardır burada. 3 or 4 hours. 4 hours da burada biz 4 ilə işlədərik. Yəni, düzgün variant A variantıdır. 21-ci sualda biz ikinci tərəfə baxsaq, don't verib bizə, inkarlıq bildirən şey verib. İnkarlıq bildirənə ikinci inkar işləmir. Nothing gedər, something gedər. Anything, any işlənə bilər, some gedər. Anydən sonra isim gələr. Burada else isim deyil. Ona görə düzgün variant Y variantıdır. Və 22-ci sualı baxırıq. Zən verib bizə müqayisə dərəcəsində işlənən götürməliyik. Müqayisə dərəcəsi də ya erlə ya da morla düzəlir. Ona görə Y variantı doğrudur.